vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Bu videoda sizlərə elə bir ev təqdim eləyəcəm ki, möhtəşəmdir. Mən elə girən kimi wow dedim, necə gözəl bir evdir. Hal-hazırda başlamaq istəyirəm yerləşməsindən. Mərdəkanda Teymur Quliyev sanatoriyasının yaxınlığındadır. Bravo Marketin arxa hissəsindədir. Ümumi sahəsi isə 7 sotdur dəyərli izləyicilər. Yəni 7 sotun içində inşa edilib. İndi isə başlayaq həyəti təqdim eləməyə. Sağ tərəfdə avtomobilinizi saxlaya biləcəyiniz geniş bir qarajı var. Pultla açılan qapısı. Həmçinin həyətin işıqlandırması da çox gözəldir. Bu arada bu videoda çox qəşəng, çox gözəl sözlərini istifadə edəcəm. Çünki həqiqətən elədir. Burada həyətimizin manqalıdır və onun üst hissəsində də qəşəng bir yay və qış mətbəximiz var. Gəlin, bu gözəlliyi siz də görün. Kameramız gəlsin. Cam balkonlandır. Yayda açıb qışda bağlaya bilərsiniz. Döşəmə, isti döşəmədir. Tam əşyalıdır dəyərli izləyicilər. Evin içi də elə bura kimi tam olaraq əşyalıdır. Renk tonları necə gözəl seçilib. Siz bir baxın. Həqiqətən də çox qəşəng bir 30 kvadratlıq yay və qış mətbəxi var. Evin Wi-Fi sisteminə qədər çəkilib dəyərli izləyicilərimiz. İndi isə yavaş-yavaş çıxaq həyətə yenidən. Burada, gəlin. Burada həyətin sanitar qovşağıdır. Heç deməzsən ki, bu həyət sanitar qovşağıdır da. Həmçinin burada uzunluğu 9, eni 5 metr, dərinliyi 1,60, həmçinin də daşma tipli deyək, hovuzumuz yerləşir. Bu arada qeyd edim ki, hovuzu qışda da istifadə eləyə bilərsiniz. Çünki hovuzumuz isitmə sistemi ilə təchiz olunub, oradan da göründüyü kimi. Bu da məncə çox gözəldir. Qış aylarında da hovuza girə bilərsiniz, əgər mənim kimi hovuza girməyi sevirsinizsə. Burada da belə şirin bir teras düzəldiblər. Üst hissəsi də çox gözəldir. Ümumiyyətlə, evin çölü qədər içi də möhtəşəmdir. Girib indi görəcəksiniz siz də kamerada. Bilmirəm nə qədər çatdıra bilirəm bu gözəlliyi. İndi isə yavaş-yavaş keçək evin içi ilə də tanış olaq. Hal-hazırda isə daxil olduq evin içinə əziz izləyicilərimiz. Daxil olan kimi sağ tərəfdə belə çox qəşəng bir şkaf yığılıb. Əşyalarınızı yığa bilərsiniz və yaxud da aksesuar kimi istifadə edə bilərsiniz. Siz bu qonaq otağına baxın. Mən nə danışım bu qonaq otağına? Rəng tonları, əşyaları, hər bir şey bir-birini tamamlayır. 45 kvadratlıq bir yataq otağı, qonaq otağından söhbət gedir. Bu aralar otaqları qarışdırıram. Həqiqətən çox qəşəngdir. Kondisionerinə qədər, televizorundan hər bir şeyi var. Döşəməsi qranit və isti döşəmədir. Modern üslubda. Çox qəşəng dizayn olunub. Burada isə xanımlar, buradan çıxmaq istəməyəcəksiniz. Burada isə mətbəxidir, mətbəx mebeli, əşyaları, xaladelniki, soyuducusu, yəni sobası, hər bir şeyi var. Və buradan çıxış mövcuddur həyətə. Həmən burada yataq otağı, yaşıl tonlarda, çox qəşəng tonu var. Həqiqətən birinci yataq otağını göstəririk. Həmən yanında növbəti yataq otağı, 20 kvadratlıq ikinci yataq otağımız. Tavan hündürlüyünü də qeyd edim ki, 4 metrdir dəyərli izləyicilərimiz. Hündür, qəşəng bir tavanı da var. Burada da növbəti yataq otağı, 30 kvadratlıq, öz sanitar qovşağı ilə bərabər, mavi tonlarda. Burada da evin çamaşırxanası kimi istifadə edə bilərsiniz, paltar yuma, qurutma. Burada isə 30 kvadratlıq sonuncu və 4-cü yataq otağı. Çox qəşəng rəng tonlarından istifadə olunub. Ümumiyyətlə, hər bir yataq otağı. Burada da onun sanitar qovşağını çəkib göstəririk. Və son olaraq isə istəyirəm evin ümumi sanitar qovşağını da göstərək. Möhtəşəmdir, həqiqətən. Bu evi qaçırmayın derim. İstəyirəm elə burada da sağollaşım sizlərlə. Ümid edirəm ki, çəkdiyimiz, göstərdiyimiz evləri bəyənirsiniz. Elə zəng eləyin, gəlin yerindəcə baxın. Yeri də çox qəşəngdir, çox qəşəng bir evdir həqiqətən. Ümumi sahəsi isə 255 kvadratdır. Qazı, suyu, işığı daimidir. Sənədlərdə qaydasındadır. Qiyməti isə start olaraq 655 min manatdır. Təbii ki, indirimimiz də olacaq. Bizi izləməyi və kanalımıza abunə olmağı unutmayın. Hələlik.